Məmnuniyyətlə Əsəd Cahangirə söz verirəm ki, buyursun, öz fikirlərini, mülahizələrini bildirsin. Bizim şairimiz haqqında. Nizam müəllim, bütün məclis iştirakçılarına, bizim bu müqəddəs məkanda, Atatürk mərkəzində gözəl bir gün, əzizimiz Gülamayar xanım Muradın 75 illik yubileyi münasibəti ilə salamlamaqdan hədsiz məmnunluq. İnsan o zaman rahat danışır ki, haqqında danışdığı şəxs həm yaradıcılığı, həm də şəxsiyyət və xarakteri etibarilə deyəcəyi sözlərə layiq olsun. Ona görə mən bugün daxilən çox rahatam və çox rahat bir çıxış edəcəm. Əminəm ki, siz də mənim sözlərimi eyni daxili rahatlıq və məmnuniyyətlə qəbul edəcəksiniz. Mənim Gülamayar xanımla bağlı danışacağım sözlərin bəxti onda gətirib ki, taleyin işindən biz Gülamayar xanımla təxminən 10 ilə yaxın Yazıçılar Birliyində bir otaqda oturmuşuq, işləmişik və mən onu həm işə münasibəti, həm yaradıcılığa, insanlara münasibətini bu illər ərzində birbaşa müşahidə eləmişəm. Onun çoxlu sayda kitablarının necə meydana gəlməsi, necə yazılması birbaşa mənim gözümün qabağında olubdur. Və o, yəni yaşı ilə, səhhəti ilə bağlı problemlərə baxmayaraq, nə qədər böyük əzmlə, məhsuldarlıqla, həvəslə, sevgi ilə bu şeirləri, poemaları, dastanları, publisistik yazıları, şəhidnamələri araya ərsəyə gətiribdir. Mən bunun yəqin ki, ilk və ən, belə deyim, yaxşı şahidiyəm. Gülamayar xanımın yaradıcılığı iki əsas baxımdan diqqəti cəlb edir. Birincisi, Nizam müəllimin dediyi kimi, həyatla nəfəs alması, canlı müşahidədən doğması, konkret mövzu, ondan sonra günün, zamanın qarşıya çıxardığı suallara bədii cavab cəhdi, xalq taleyi ilə bağlılıq, ümummilli taleyüklü problemlərlə bağlılıq, yəni mövzusudur ki, bunların arasında təbiidir ki, Qarabağ tematikası və turançılıq ideyası kimi iki məsələ xüsusi yer tutur. Yəni, Gülamayar xanım dövlətçi şairdir və sözün yaxşı mənasında milliyyətçi şair. Millətçi mən deməzdim, milliyyətçi şairdir. İkincisi isə janr baxımından, məsələn, bugün o qədər də, deyim də, əvvəlki dövrlərlə müqayisədə öz mövqeyini bir qədər zəiflədən poema janrına ardıcıl müraciətləridir. Gülamayar xanımın Qarabağla bağlı şeirləri haqqında mən onu deyə bilərəm ki, bu şeirlərdə realistik ədəbiyyata məxsus olan konkret yer adları, şəxs adları, məsələn, şəhidlər, onların qohumları, ailə üzvləri, onların xatirələri və s. kimi realistik şeirə məxsus olan elementlər geniş yer tutur. Çünki Gülamayar xanım ölkəni demək olar qarış-qarış gəzərək, bütün bölgələrdə olaraq o şəhid ailələri ilə şəxsən görüşür, onların qəm yükünün bir hissəsini öz zərif çiyinlərinə alır. Vaxtilə bizim böyük ədəbiyyatşünaslığımızın banisi Firdun bəy Köçərli məşhur ədəbiyyat tarixi ilə bağlı kitabında yazırdı ki, Füzuli bütün qəmzadələrin və möhnətzadələrin qəm yükünü çəkmək üçün xəlq olunmuşdur. Əslində, bəlkə də şairliyin vəzifəsi bundan ibarətdir ki, ümummilli sevinci ifadə etməklə yanaşı, ümummilli kədəri də öz ürəyində daşıyır. Bax, bunun ən bariz nümunələrindən biri Gülamayar xanımın şəhidnamələrində üzə çıxır. Çünki şəhid ailələrinə getmək, onların dərdini bölüşmək o qədər də sadə məsələ deyil. Mən də bir dəfə jurnalist dostumla bir yerdə bir şəhid ailəsində oldum və o söhbətlərə, yeganə oğlunu itirmiş ananın dərdinə dözə bilmədim mən. Və söhbətin yarısından mən siqaret çəkən deyiləm. Siqaret çəkmək bəhanəsi ilə otaqdan çıxdım, bir qədər havada gəzdim küçədə, sonra qayıtdım içəri. Yəni, bu çox çətindir, doğrudan çətindir. Çünki hər dəfə o şəhid ailəsinin ağrısı sən də içindən keçir gedir, qəlbindən, ruhundan keçir gedir. Və sonra, məsələ budur, əgər onu yaşamasan, onun haqqında yaza da bilməzsən. Bu yeganə yolu bundan ibarətdir. Həmdərd olmalısan sən onlarla ki, onların ağrılarını bu cür yazıya köçürdə biləsən.
Və Gülamayıl xanıma ona görə də mən şeir yazmışam, indi onu oxuyacam axırda. Mən onu bir ana hesab edirəm, Gülamayıl ana. Biri var, şəhidlər anası mən deyərdim Gülamayıl xanıma. Çünki o bütün şəhidlərin ağrısını bir ana əzabı ilə, bir ana ağrısı ilə yaşayıb o şeirlər yazıb. O şəhidlərin mənəvi anasıdır mən hesab edirəm və şəhidnamə janrı sayəsində Azərbaycan ədəbiyyatında bugün ən məhsuldar və keyfiyyətli şairlərdən biri məncə də birincisidir. Onun hardasa 40-dan çox kitabı işıq üzü görür ki, bunun olduqca böyük əksəriyyəti şəhidlər teması və şəhidnamələr mövzusuna. Birinci Qarabağ müharibəsi də var burada, Aprel döyüşləri var burada, Lələtəpə döyüşləri var, 44 günlük zəfərlə bağlı şeirlər var, mühüm yer tutur. İkinci Gülamayıl xanımın yaradıcılığının diqqəti çəkən cəhətlərindən biri onun poema janrına dediyim kimi ardıcıl müraciətləridir. Burada həm deməli bizim görkəmli milli qəhrəmanlarımıza, görkəmli dövlət xadimlərimizə, siyasi rəhbərlərimizə, elm xadimlərimizə, ədəbiyyat və incəsənət xadimlərimizə bir sıra deməli poemalar həsr eləmişdir ki, bunların içərisində Ümumilli Öndər Heydər Əliyev cənablarına həsr elədiyi Sən Azərbaycancan poeması, sonra mərhum bizim millət vəkilimiz Unudulmaz Qənirə xanım Paşayevə həsr elədiyi Qürur dastanı poeması, Türk dünyasının, Türk tarixinin şanlı isimlərindən biri olan Nuru Paşaya həsr etdiyi Nuru Paşa dastanı, görkəmli Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara həsr elədiyi Dədə Anar dastanı və nəhayət mənim ustadım, bizim hamımızın ustadı, filologiyamızın bugün aparıcı ismi olan Nizami Cəfərova həsr elədiyi Zəkat Çırağı dastanı poeması və digər çoxlu sayda poemaların adını bura əlavə eləmək mümkündür. Bu poemalarda mən Nizam müəllimin stilində danışacağım. Bu poemalarda qədim türk ruhundan gələn epik dastançılıq ənənəsi var. Qəhrəmanın doğulması, uşaqlıq illəri, gənclik illəri, onun həyatının ən vacib məqamları və nəhayət, əgər dünyasını dəyişmişsə vəfatı, sağdırsa fəaliyyətinin son durumu bu poemalarda mərhələ-mərhələ öz əksini tapır. Lakin Gülamayıl xanım bu poemalarında bir sıra bədii yeniliklər də həll edir. Bunların içərisində mənim diqqətimi ən çox çəkən və yaxşı mənada məni təəccübləndirən məqamlardan biri, deməli, Dədə Heydərə həsr etdiyi Sən Azərbaycansan poemasının proloqunun Dante'nin İlahi Komediyası poemasının deməli, vəzn və qafiyə, belə deyək, sistemində, misra quruluşu, struktur baxımından həmin Dante üçlüyündə yazılmasıdır. Mən hər halda bu formaya Azərbaycan poeziyasında rast gəlməmişəm, birinci dəfədir rast gəlirəm. Ondan bir parçanı indi mən sizə oxumaq istəyirəm ki, yəni hər bənd 3 misradan ibarətdir və hər üçü qafiyədir o misraların. Bir insan ki, xalqına həsr edib həyatını, bir insan ki, çapanda, meydanlarda atını, elə bil titrədirdi göyün 7 qatını. Bir insan ki, zülmətdə sökülən dan olubdur, bir insan ki, yenilməz bir qəhrəman olubdur, bizə son vəsiyyəti Azərbaycan olubdur. Yəni, dediyim kimi, bu ilahi komediyada istifadə olunan bir formadır və bunun mən Azərbaycan poeziyasında ilk dəfə deməli, bu formaya rast gəldim. Və o öz qəhrəmanlarını, məsələn, Heydər Əliyev və ya da Nizami Cəfərovdan yazanda, Anar müəllimdən yazanda, yalnız bir alim kimi, yazıçı kimi, dövlət xadimi kimi verməklə kifayətlənməyərək, onların bir insan kimi də şəxsi həyatı, məhəbbəti, sevgisi, mənəvi dünyası, yəni bax, bu tərəflərə də işıq salır və hər tərəfli surətdə həm bir ictimai fəaliyyət etibarilə, həm də şəxsi həyat etibarilə hər tərəfli onların obrazlarını yaradır ki, bütün adını çəkdiyim poemaların hamısında, demək olar, əksəriyyətində bunları görmək mümkündür. Məsələn, o, deməli, Nizami Cəfərova həsr elədiyi, deməli, poemasında tutaq ki, onun həm şəxsi keyfiyyətləri, həm ictimai fəaliyyəti, elmi fəaliyyəti ilə bağlı yazandan sonra üçüncü bir mərhəliyə gəlir, fikrini belə tamamlayır. Düzəldirdi elə bil o tarixin səhvini, zamanın əyrisini, Türkdür, Azərbaycandır, onun ən qutsal andı, onun müqəddəs dini. Kim deyir təkcə alim, təkcə bir türkü olubdur, o millətə özünü tanıdan bir müdrikdir, həm də ideologdur. Əslində, bütün elmi fəaliyyətdən də, bütün ictimai fəaliyyətdən də hamısının sonucu gəlir
bir milli ideologiya çıxmalıdır. Çünki milli ideologiya bizi yaşadır. Millətlər içində özünə məxsus formada mövcudiyyətimizi təsdiq edir. Bizim deməli kitabımız da bunu təsdiq edir, müqəddəs kitabımız. Peyğəmbərimiz də bunu təsdiq edir ki, siz sayca çox olun ki, qiyamət günü mən Allahın huzurunda öz ümmətimin çoxluğu ilə fəxr edirəm. Yəni, indi düzdür, o ümmət mənasında deyirdi, amma biz bu sözü elə millət mənasında da işlədə bilərik. Gülamaylı xanım Muradın yaradıcılığının daha mühüm bir qolu, onun türkçülük və turançılıq ideyasıdır ki, bu özünün ən parlaq ifadəsini türkçülüyə dair çox saylı şeirlərində, xüsusilə də Nuru Paşa dastanı, deməli, poemasında, onun ən yaxşı poemalarından biri hesab edirəm mən, öz əksini tapıbdır. Bu poema həm tarixi bilgilərə bələdlik baxımından, həm də müasir, deməli, türk xalqlarının ümumi ideoloji istiqamətini, bədii ifadəsini vermək baxımından, yəni aktuallıq baxımından diqqəti cəlb edir. Bu poema deməli İngilis dilinə də tərcümə olunubdur. Eləcə də həm İngilis, həm də türk dillərində, Türkiyə türkçəsində kitab şəklində dərc olunubdur və mən ondan bir neçə bəndi oxumaqla poemanın əsas ideyasının ifadə etdiyi deməli məqamları sizin diqqətinizə çatdırmaq istəyirəm. Bir yanda türk şəhidim, bir yanda Azərbaycan. Qürur hissindən nasıl kanatlanmasın insan? Həm çətin, həm xoş gündə kardeşimsin Türkiye. Uzun, ince bir yolda yoldaşımsın Türkiye. Biz yol alıp gelmişiz kadim Turan elinden, Ötüken ormanından, Dəşti Qıpçaq çölündən. Töremiz bayrak oldu, daim başımız üstə. Can vermişiz, lazımsa bircə taşımız üstə. Biz en eski savaşçı, en son yeriçəriyiz. Her zaman, her mekanda hakkın əsgərləriyiz. Görürsünüzmü? Bu balaca parçanı ki mən oxudum, burada uzun ince bir yoldayım ifadəsindən dərhal Aşıq Veysəlin bir mahnısı keçdi. Elədirmi? Sonra burada oxudum Ötüken ormanı, Dəşti Qıpçaq çölü, qədim türk tarixi buradan gəldi, keçdi. Ondan sonra en son Yeniçəri izləyəndə buradan bir Osmanlı tarixi gəldi, keçdi. Cəmi 3-4 balaca bənddə və çox sadə sözlərlə qədim türk tarixi, ümumtürk incəsənəti, musiqisi, ədəbiyyatı, ideologiyası və fikri hamısı gəlir buradan keçir. Məncə poeziya belə olmalıdır. Poeziya elmiliyi şeirin və duyğunun içində əridərək verməlidir. Qabarıq gözə soxmamalıdır onu. Yəni şeirin içində elm də elə əriməlidir ki, bilgi elə əriməlidir ki, elə şeirləşməlidir ki, artıq o oxucunun qəlbini çiğ tikə kimi vurmamalıdır. Məhəmməd Əmin Rəsulzadənin məşhur bir sözü var idi. O gün hörmətli İlqar Fəhminin aparıcılıq elədiyi Genizis proqramında Leyli Məcnunla bağlı verilişdə mən o sözü bir də dedim. Çox gözəl fikirdir, bunu bir də təkrar edirəm. O deyir ki, Nizami deməli, Məcnunu şeirləşdirmişdi. Füzuli isə şeiri Məcnunlaşdı. O, yaxşıdır. Çox gözəl bir ifadədir oradan. Burada Nizaminin və Füzulinin yaradıcılığına dair bütün əsas fikir var, bir-birindən fərqli və oxşar cəhətdir. Eyni zamanda da son derece yadda qalan aforistik bir formadır. Bir dəfə işlən adam ikinci dəfə yadından çıxmır. Bax bu şeiri məcnunlaşdırmaq ifadəsi var. Bunun arxasında dünyanın bütün kitablarına sığmayan bir mətləb dayanır. Amma onu cəmi bir cümlənin yarısında ifadə edibdir. Niyə? Çünki onun təfəkkürü var və bu fikri ifadə etməyə bacarıqdır. Eləcə də Gülamaylı xanımın bu şeirində də türkçülük ideologiyası çox sadə şəkildə, amma bütün həm də elmi arsenalı ilə və bazası ilə verilibdir. Mən Gülamaylı xanımı bu əlamətdar gündə 75 illik yubileyi münasibəti ilə və onun 75 illik yubileyinə həsr olunmuş Könül Pıçıltıları kitabı, Gülamaylı Murad 75 kitabın işıq üzü görməsi münasibəti ilə təbrik edirəm və icazənizlə deməli təbrik sözlərimi ona 75 illik yubileyi münasibəti ilə yazdığım bir şeirlə Nizam müəllim tamamlamaq istəyirəm. Gülamaylı xanım sağ olun, var olun. Yaxşı ki varsınız. Mən hesab edirəm ki, mən sizə Gülamaylı ana demişəm birinci dəfə. Vaxtilə bu sözü Əzzə xanım Cəfərzadə haqqında işlədilər, Əzzə ana. Mən hesab edirəm ki, sizin o müqəddəs titulu, adı, müqəddəs şəxsiyyət olan unudulmaz Əzzə xanımdan qəbul etməyə tam mənəvi haqqınız çatır. Çox sağ olun. Və mən icazənizlə həmin sizin yubileyinizə həsr etdiyim şeiri oxumaq istəyirəm.
bərbaşdan deyirəm, ümid eləyirəm ki, şeiri oxuyub qutaranda mənim şeirimin gözəl olduğuna görə yox, Güləmay xanıma həsr olunduğuna görə gürültülü alqışlarla qarşılayasınız. Tələsməklər olur. Bir şeirdə anasan, digər şeirdə qadın. Ürəklə yazdığından, ürəklərdədir adın. Qəlbində natəvanın ilhama alovlanır. Əlində mirvaridin poeziya şamı yanır. Neçə sevgi şeirin, igidlik dastanın var. Şairələr içində sənin də öz sanın var. Gün gəldi dəniz kimi dalğalandın, coşdun sən. Şəhidlərin adına neçə şeir qoşdun sən. Vəsf elədin ürəkdən müqəddəs torpağımı, Ali Baş Komandanı, ordumu, bayrağımı, dövlətimə, xalqıma harayım var, hayım var. 44 günlük səfərdə sənin şeir payın var. Təkcə Azərbaycan yox, Türkistanın qızısan, Nadirə, Zülfiyyəsən, Turanın ulduzusan. Qazanmısan sayğısın, həm yaxının, həm yadın, Gülamayıl ana tək artıq çağırılır adın. Qəlbindəki bu ilham qoy heç zaman sönməsin. Üç rəngli bayrağın tək qalxsın, bir də enməsin. Vətən öz göylərinə yazsın sənin adını. Səni ana yurdumun vətənpərvər qadını. Bugün doğum günündür, yubileyim mübarək. Qoşulub bu təbrikə, siz də deyin, mübarək. Sağ ol. Mən Güləmay xanımın yubileyini əlləşim Güləmay xanım xarş edirəm. Güllü, çiçəkli, hədiyyəli tərcümə mərkəzində qeyd etmişəm. Amma hesab etdim ki, bugünkü tədbirə onun ən ürəyindən olan şeir hədiyyəsi ilə gəlmək məncə onun ürəyincə olar. Ona görə də bu şeirimi sizə hədiyyə edirəm. Çox sağ olun. Sağ olun. Əsəf müəllim, çox sağ olun.